Afət xanım çox müşahidə eləyirik ki, çalışan xanımlar kişi kimi xanımdır deyirlər. Halal olsun. Həmişə işinin başındadır. İşində heç bir nüansı axsatmır. Həmişə onlayndır, mesajlara cavab verir. Bütün işi lazımınca görür. Necə düşünürsünüz? Bu həqiqətən bu qadın işimi görür, yoxsa özünü unudur? Deməli, Aytən xanım, biz hər birimiz istəyirik ki, olduğumuz fəaliyyətdə işimizi vaxtında, zamanında düzgün yerinə yetirək. Hər birimizin istəyidir bu. Bunu etməkdən ötürü bizə tutalım ki, o dediyimiz mülayim, rahat bir hala gəlməkdən ötürü bizə saniyələr lazım olur. Adi bir dərin nəfəs alma bir neçə saniyə içində olduğumuz məkanda, olduğumuz anda biz o gərginliyi ki hiss edirik, biz o narahatçılığı ki hiss edirik. Saniyələr içində durub o yüngül 2-3 dəfə dərindən nəfəs alaraq biz ruh halımızı bərpa edə bilirik. Bizə uzun zaman lazım gərəkmir ki, biz tutalım ki, okey, gəzmək gözəl, havada gəzirik. Amma zaman yoxdursa, dediyimiz ruh halını biz saniyələr içində dönə bilirik. Keçid etmək olur. Bəli, keçid etmək olur. Və bu vaxtı biri var, bir fəaliyyəti görərkən heç bir şəkildə başımızı qaldırmırıq da, onu çatırmaq, bunu çatırmaq, saatlar, dəqiqələr necə keçir, biz bunu müşahidə eləmirik. Ancaq bir anda bir narahatçılığın bizi möhkəm basdığını hiss etdiyimiz anlar olur. Və həmən an artıq qadın ruh halından çıxdığımız andır. Narahat olmağa başlayır. Bəli, narahat. Biz həmən anda burada bir də daxilən yaradanımızla bir bağ quraraq, ona inam, ona da güvən, özümüzü, sözün əsl mənasında qadının bir də güvəndə olmaq istəyi var dərinliyində həmişə. Və o yaradanına güvənəndə ki, o hər zaman yaradanı tərəfindən qorunur. Özünü hər an qorumağa ehtiyac. Məsəl üçün, qorumaq lazımdır, amma baxıb bəzən bu lazımsız bir hala gəlir. O qorxu şəklində qoruma başlayır və bu da qadının gücünü zəiflədir. Afət xanım, necə düşünürsünüz? Bir qadın karyerada yüksəlməsi üçün mütləq ki, bəylərdən dəstək almalıdır, yoxsa özü də yüksələ bilər? Deməli, Aytən xanım, mən düşünürəm ki, qadın özü də yüksələ bilir. Mənim yanaşmama görə o ki, deyirik, daxili inamın artırılmağı və daxili inam artanda nə baş verir? Özgüvən yaranır və qadın öz gücünü aça bilir. Məhz bu anda rahatçılıqla o özü də o istədiyi hədəfə, çatmaq istədiyi arzusuna özü də rahat tək çata bilir.